terapiyası olan musiqi insanların duyğu və düşüncələrini də inkişaf etdirir. Mahnılara qulaq asmağı sevməyən şəxslər çox az sayda olar. Klassik musiqilərimizdən tutmuş yenilərinə qədər hər birini dinləyirik. Mahnıların psixologiyamızda və sağlamlığımızda böyük rol oynadığı qədim dövrlərdən sübuta yetirilib və tətbiq edilir. Hər kəsin zövqləri müxtəlif olduğu kimi, dinlədikləri nəğmələr, melodiyalar da fərqlidir. Elə nəğmələr var ki, psixologiyamıza mənfi təsirlər göstərir. Ona görə düzgün seçim olduqca vacibdir. Bir çox psixi və fiziki xəstəliklərin müalicəsində musiqi terapiyası tətbiq olunur ki, nəticəsi də uğurlu alınır. Klinik psixoloq Pərvanə Əliyeva Misya TV-yə müsahibəsi zamanı deyib ki, musiqinin insan orqanizminə faydalarından misal olaraq beyin dalğalarını tənzimləməsi, dopamini artıraraq insana həzz hissi verməsi, kortizolu endirməsi, ürək döyüntülərini tənzimləməsi, immun funksiyasını aktivləşdirməsi, əzələ gərginliyini azaltması, hormonların ifrazını qaydaya salması, əmək məhsuldarlığını artıra bilməsini sadalamaq mümkündür. Yuxunu tənzimləməsi, yaddaşı gücləndirməsi, sosial əlaqələrdə müsbət təsiri, əhval-ruhiyyəni yüksəltməsi, stresi azaltması və beləcə bir çox misalları, faydalarını göstərmək olar. Musiqi terapiyası somatik və psixi xəstəliklərin müalicə və reabilitasiyasında da tətbiq edilir və mühüm əhəmiyyəti vardır. Müsahibimizin sözlərinə görə Parkinson, Alzheimer, demensiya, disleksiya, diqqət dağınıqlığı, autizm spektr pozuntusu, depressiya, emosional və təşviş pozuntuları kimi xeyli sayda problemlər də musiqi terapiyası ilə aradan qaldırılır. Terapiya vaxtı insanın individuallığı nəzərə alınmalıdır, onun problemi diqqətdən qaçmamalıdır. Əks halda musiqinin tərkibində olan elementlər insanı xatirələrə götürə bilər, hər hansı bir travmaları ilə üzləşdirə bilər ki, bu zaman əks reaksiyaları görmüş olaraq. Mütəxəssislərin məsləhətlərindən belə qənaətə gəlirik ki, gündəlik həyatımızda ruhumuza, sinir sistemimizə müsbət effekt göstərən, bizi xoşbəxt edən, xoş hisslər oyadan musiqiləri seçib qulaq asmalıyıq. Necə deyərlər, yaxşı musiqi uşaqlar kimi məsum, ahıllar kimi müdrikdir. Zərintac Mayız qızı, Təbriz Quliyev, Misya TV.